Şirkin tərifi odur ki, Allaha xas olan şeyləri Allahdan gerisinə vermək. Namazı onun üçün qılmaq, yəni Allah üçün Allahdan qeyrisinə qılsan şirkdir. Qurbanı Allahdan qeyrisinə kəssən, duanı Allahdan qeyrisinə eləsən, köməyi Allahdan qeyrisinə istəsən, lakin qeyddir. Elə kömək var ki, istəyə bilərsən Allahdan qeyrisindən. Məsələn, hansı yaxın bir yoldaşdan yanındadırsa, sənə eşidirsə, ağacı əkməkdə sənə kömək eləyə bilərsə, hansısa məsələn, bir qabı sənə verə bilərsən, onu da istəyə bilərsən. O şey ki, Allah ona qadirdir. Məsələn, evlad istəyirsən. Məsələn, təsəvvür adam gedib hansısa məqbərəyə deyir ki, ya Əbəl Fəz Abbas, biz gəlmişik, ehtiyacımız var, evlad tapşıran var, ev tapşıran var, sıxıntısı olan var, çətinlikdə olan var, dara düşən var. Hacətlər qapısı olduğuna görə, hacətlər qapısı bilirsiniz nə demək dəyərli qardaşlar? Hacətlər qapısı bilirsiniz? Ehtiyaclar qapısı. Allahu Akbar. Ehtiyaclar qapısı haradır? Allah. Allah bizə vəd verib ki, ehtiyaclarınızı məndən istəyin. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabəyə uşaq vaxtında deyir ki, "Və idə səəltə fəsəlillah." İstəyəndə Allahdan istə. "Və idə istəəntə fəstəin billah." Sığınacaq istəsən, və kömək istəsən, Allahdan kömək istə. Adam gedib Allahdan qeyrisinin qapısının üstünə yazıb ki, hacətlər qapısıdır bura. Aləmlərin Rəbbi olan Allahdır hacətlər qapısı.